kim əminliklə deyə bilər ki, daha da yenə də İsrail cəsusu yoxdur, deyək ki, Mossad agenti yoxdur. Hələ də var, Sepahın içində də var. Bu hər dövlətdə var. Xüsusi xidmət orqanları, əks kəşfiyyat orqanları hər ölkənin içində var. Amma İranda daha çoxdur. Və Türkiyəyə atılan raketlər də, Azərbaycana göndərilən dronlar da məhz o hələ də Mossad casusu olan Sepah generallarıdır. Sepahın içində ən çox elə Mossad casusu Sepahın içindədir. Və bunu İran da bilir, ancaq bundan da qorxur. Ona görə qorxur ki, əgər bu generalların axırına çıxa bilməsə, yəni gələcəkdə bu raketlərin sirridir, raketlərin sxemidir, satıla bilər. Amerikaya da satıla bilər, İsrailə də satıla bilər. Ona görə bu dəqiqənin özündə də sərf eləyir ki, İrana müharibəni dayandırmaq. Məcburdur dayandırmaq. İndi hədə qorxu gəlir, ancaq ki, dayandırmağa İran da məcburdur. Çünki əgər sən bir İslam Respublikasınsa, içində bu qədər sənin Mossad agenti, burada fərqi yoxdur, Mossad ya qıraq ölkənin agentləri varsa, demək ki, sən bir dövlət kimi, sistem kimi oturuşmamısan.